Zümrüd Mirzəliyeva öz təsarladığı geyimlərin, öz müştərilərin əyində görəndə necə hiss edərdiniz? Əgər sənin geyimində küçədə gəzirlərsə, demək ki, sən varsan. İlk təsarladığınız geyim zamanla olubmu ki, həmin təsarladığınız əlbisəyə, digər hansısa bir paltara baxanda öz səhvlərinizi özünüz görə bilmirsinizmi? Bir müştərimiz var idi, gəlmişdi, hamilə idi o zamanlar. Və biz ona geyim hazırladıq. İndi hal-hazırda gəliblər. Həmin o hamilə olan oğlanın nişanıdır və onun gəlinlik paltarını eləyirik. Və çox möhtəşəm bir hissdir həqiqətən. Moda çox dəyişkəndir. Siz trendləri istəyirsiniz, yoxsa Zümrüd xanımın öz dəsti xətti var? Yəni yeni bir şey heç kəs icad eləmir. Artıq hər şey icad olunub. Sən sadəcə onların içindən özünə uyğun olanı seçib, dəyişdirib, öz içindən keçirdib dünyaya göstərsən, belə deyək. Trend o demək deyil ki, sən trendlə geyinsən, dəbdə olacaqsan. Hər bir xanımın öz stili var, stillə getməlidir. Kreativ insanlarda tez-tez tükənmişliklər baş verir. Siz bu mərhələni yaşamısınızmı? Əgər bir geyimi özün geyinməyəcəksənsə, onu məsələn satışdan söhbət gedir də. Əgər bunu sən geyinməyəcəksənsə, bunu sən çəkmə. Aha. Elə bir geyimlər yarat ki, onu sən özün istifadə edəsən. Salam, bugün növbəti Avastro podkastımızın çəkilişini edirik. Bugün bizimlə mənim əzizim, mənə yaxın olan bir şəxs qonağımızdır. Bugün dizayneri Azərbaycan moda dünyasında öz dəsti xətti ilə seçilən Zümrüd Mirzəliyevadır qonağımız. Xoş gəlmisiniz. Xoş gördük Gülər xanım. Mən də çox xoşuma gəldi sizin podkastlar. Düşünürdüm nə zaman çağıracaqsınız məni. Biz də sevə-sevə sizi görməyə çox şad olduq. Biraz çətinliklər oldu, nəhayət buyurub gəldiniz. Nəhayət görüşdük. Çox xoş oldu. Zümrüd xanım, Zümrüd Mirzəliyeva öz brendini quranda bu ideyanı hardan ərsəyə gəldi ki, mən dizayn olacağam. Və bu bizə çox maraqlıdır ki, öz hekayənizi anlatardınız. Deməli mən əslində həkim olmaq istirdim, hazırlaşırdım həkimliyə. Amma anam qərar verdi ki, mən dizayner olum. Çünki onun rəfiqəsi Bakıda, o universitetdə çalışırdı və onda o elə bir dəbli bir, belə deyək, sənət deyildi. Yəni dizayner çox az idi və çox adamlar həkim və yaxud müəllim belə peşələr seçirdi. Mən də açığı necə ora düşdüm özüm də bilmirəm, amma belə oldu. Amma uşaqlıqdan çox şəkil çəkirdim, sevirdim şəkil çəkməyi. Dəftərlərim, kənarları hamısı şəkillərlə dolu idi. Və anam düşündü ki, daha yaxşı olar ki, belə bir peşə seçim. Sadəcə o zamanlar bu belə bir dəbdə bir peşə deyildi deyə tikili geyim çox adam sevmirdi. Tikdirən çox az olurdu, bəli. Və 2000-ci illər idi, çox çətin idi. İlk müştərilərimiz belə deyək də güvənib gəlirdilər düzdür, amma çətinliklə güvənirdilər. Amma 25 ildən sonra artıq çox rahatdır işləmək. Və artıq belə peşəkar çoxdur. Necə? Yəni bu peşə ilə məşğul olan insanlar çoxdur deyə artıq üstünlük hazır geyimə yox, tikili geyimlərə verir. Çünki özəl göstərir insanları. Nə gözəl. Bəzi bizim analarımız uşaq vaxtı bizi tibbə daha çox yönəldərdilər. Sizin amma ananız çox məncə ən doğru, ən gözəl qərar verdi. Mən çox qınayırdım amma onu açığı. Çünki çox çətin idi. Mən rayonda doğulmuşam, böyümüşəm və 15 yaşından orada o mühitdən çətindir. O mühitdən çox çətindir. Çünki müəllim olmaq, həkim olmaq asan idi. Nə mənada ki, oxuyurdun, gəlirdin, daxil olurdun. Amma burada elə bir peşədir ki, onun ayrıntıları var və rəssam olmalısan. Orada oxuyan uşaqların çoxsunun ataları, əmiləri rəssam idi deyə onlara çox asan idi. Amma mən birdən-birə bir mühitdən o birisinə düşdüm və alışmağa çalışdım. Çətin idi həqiqətən. Həm də mən 16 yaşından elə bil ki, Bakıya 15-16 yaş arası gəldim Bakıya və hazırlıqda oxudum ilk öncə, sonra universitet. Ona görə biraz çətin oldu. Amma məncə ən doğru, gözəl qərar olubdu. Düzdür, indi bəhrəsini görürəm. İndi arxaya çönüb baxanda ananıza təşəkkür etmək lazımdır həqiqətən. 25 ildir artıq. 25 il. Bu il üzümüzə gələn il 26 il tamam olacaqdı. Xeyirli, daha uzun illərə. 25 ildə Zümrüd Mirzəliyeva öz təsarladığı geyimlərin, öz müştərilərin əyində görəndə
Necə hiss edərdiniz ki, onlar hansı hissləri keçirsinlər? Əvvəllər ağlıma belə gəlməzdi. Bir dostumuz var, Orxan Aslanov, Bəli. fotoqraf. O mənə bir dəfə demişdi ki, əgər sənin geyimində küçədə gəzirlərsə, demək ki, sən varsan. Bu mənim ağlıma batdı. Biz o vaxtlar bir yerdə başlamışdıq. Ondan sonra artıq yavaş-yavaş buna doğru gedirəm. Amma Azərbaycanda biraz o tərəfdən boşluq var. Nəyə görə? Məsələn, bəlli bir yer var, gəlib çatırsan, ondan o tərəfə artıq inkişaf edə bilmirsən. Çünki dəstək lazımdır. Bəzi platformalarda, məsələn, xarici platformalara çıxış yoxdur bizdə. Məsələn, gürcülər, başqa xalqlar, Ukraynalılar filan hamısı xarici saytlarda çox rahat satılır. Avropa moda nümayişlərində çox rahat iştirak edirlər, amma bizdə təəssüflər olsun ki, yoxdur. Hələ də inkişaf etməyib. Bilirsiniz necə? Çox böyük vəsait lazımdır, hansı ki, bir dizayner üçün bu mümkünsüzdür. Amma halbuki bizdə hal-hazırda indi o qədər güclü dizaynerlər var ki, və artıq başqa, məsələn, əvvəl Gürcüstandan geyimlər gətirirdilər, Rusiyadan gətirirdilər, Türkiyədən gətirirdilər. Artıq bizimkiləri artıq xaricə göstərmək lazımdır ki, biz də varıq. Yerli brend Yerli brendlər çox inkişaf edib. Bəli. Və çox da gözəl olan işlər var həqiqətən. Bəli, həqiqətən. Yəni baxırsan ki, dizaynların üzərində həqiqətən çalışırlar. Bəs Zümrüd Mirzəliyeva brendinin əsas ideyası nədir? Deməli bizim başqa xalqlardan fərqimiz ondadır ki, bizim mədəniyyətimiz fərqlidir. Naxışlarımız, arxitekturamız, mədəniyyətimiz çox güclüdür. Və biz onu insanlara göstərməliyik. Amma məsələn, hansısa bir xalçanın naxışını götürüb geyinə bilməzsən. Biz onu stilizovat eləyirik və onu insanlara artıq asta-asta elə bir təqdimat eləyirik ki, onu gündəlik həyatlarında istifadə edə bilsinlər. Məsələn, şallarımız. Bəli, bəli. Hal-hazırda mən sizə də inşallah gətirə bilmədim bu dəfə. Hal-hazırda biz öz dizaynımızla ipəklər istehsal edirik, başqa parçalarda. Onların üstündə artıq öz dizaynlarım var. Sonra məsələn, hansısa bölgələrin ornamentlərini götürürük, stilizovat eləyib artıq öz dizaynımız kimi istehsal edirik və bu çox gözəldir. Artıq insanlar onları gündəlik həyatda, axşam harasa gedəndə istifadə edirlər və bu bizim gözləm və nə qədər inanırsız şallar alırlar bizdən. Xaricə gedəndə hədiyyəlik, qonaq gedəndə hədiyyəlik filan, ancaq çox maraqlı olur. Qarabağ, müharibə. Bəli, müharibə vaxtı olanda biz çoxlu şərflər istehsal elədik. Hər rayona, bəli, hər rayona aid, hər bölgəyə aid başqa-başqa ornamentlər var idi və onları insanlar sevə-sevə alıb taxırdılar. Çox da gözəl, çox da mükəmməl olmuşdu. İndi artıq onu biz daha da inkişaf elətdiririk və indi geyimlər də artıq istehsal olunacaqdır bölgələrə aid. Ay nə gözəl, milli geyimlər. Milli olmayacaq, yox, milli naxışlar istifadə eləyib, bəli. Artıq onu yaxınlaşan zamanlarda görəcəksiniz. Nə gözəl. Zümrüd xanım, sizin vaxtınız nə qədər gedir? Çizdiyiniz, məsələn, belə deyim də, sizin əl qabiliyyəti elə bir şeydir ki, insan yatdığı zamanda belə onun beyninə yeni ideya gələndə onu çizmək. Bəli, çizirəm, artıq qeyd eləməlisən, çünki ideya gəlir və gedir. Gündəlik həyat elədir ki, məişət onunla eləyirsən, bunu eləyirsən, başın qarışır. Beyində boşalmalıdır, çizməlisiniz ki. Amma gecə artıq rahat olursan və ideya gəlir, artıq telefon var, yazıram, qeyd eləyirəm və artıq kolleksiya işləyəndə onlara müraciət eləyib, onlardan baxıb yazırıq, qeyd eləyirik. Normalda dizayner ildə 4 kolleksiya buraxmalıdır. Bizdə təəssüf ki, o mümkün olmur. 2 dənə maksimum eləmək olur. Bu şəraitə görə mümkün olur. Şərait deyəndə ki, bizdə həm ateliye sistemidir, həm də belə satış sistemidir. Ona görə kolleksiya elədir ki, onda gərək bütün müştəriləri işi qırağa qoyub ancaq onunla məşğul olasan. O da biraz mümkün deyil. Keçən il məsələn bir dənə kolleksiya elədik, böyük bir kolleksiya. Ondan çox ölkələrdə iştirak elədik, Azərbaycanı təmsil elədik. Maraqlı idi. Amma bu ildə indi inşallah üzümüzə gələn il martın əvvəli 45 illiyimizə həsr olunan kolleksiya eləməyi düşünürəm. Artıq yarısı hazırdır. Ay nə gözəl. Və bütün 25 il işlədiyim insanlar hamısını orada toplamağı düşünürəm. Ay nə gözəl. İnşallah sevə-sevə mən də orada olmaq istəyirəm. Zümrüd xanım, Azərbaycanda keçiriləcək, düzdür? Bəli, Bakıda. Bakıda olacaq və yetərincə sizin dəfləriniz keçirilibdir. Mən xatırlayıram, Azərbaycanda da olubdur, xaricdə də olubdur. Bunların təsiratları haqqında çox maraqlı idi. Çünki məndə milli belə deyə ornamentlərin, amma stilizovanı belə daha müasir formasıdır və insanlar onu rahat istifadə edə bilər. Çünki milli geyimi gündəlik geyinmək istifadə eləmək mümkün deyil.
Amma insanlar öz belə deyək mədəniyyətini unutmamaq üçün onları asta-asta yeritmək lazımdır. Həqiqətən Bəli. çox gözəl. Pencəkləriniz, Bəli, cin pencəklərin şalvarlarınız, artıq onların çalışırıq ki, iç tərəfində istifadə eləyək ki, çox da görsənməsin. Amma məsələn qatdalayanda çıxır üzə. Aha. Və yaxud nə bilim şərflərdə, yəni saç aksesuarları, indi çantalar üçün aksesuarlar eləmişik. Yəni inkişaf eləyirik Nə asta-asta. gözəl dayanmadan inkişaf edin xeyirlisi. Əsas önəmli odur ki, 25 ildir dayanmadan çalışırıq. Dayanmadan həqiqətən artıq öz dəstək xəttinizi demisiniz. Zümrüd xanım, ilk təsarladığınız geyim zamanla olubmu ki, həmin təsarladığınız əlbisəyə, digər hansısa bir paltara baxanda öz səhvlərinizi özünüz görə bilmisinizmi? Bəli, hər zaman. Çünki yaş ötdükcə və praktika artdıqca sən orada çatışmayan tərəflərini görürsən. Məsələn, ilk dəfiləm 97-ci ildə olmuşdu. Universitetdə oxuyanda, universitetdə oxuyanda birinci, bəli. Mən hazırlıqdan elə bir ikinci kursa keçdim. Çünki birinci kursun imtahanlarının hamısını verdim. Ay, nə gözəl. Çünki hazırlığa gedə-gedə universitetə də gedirdim. Aha, nə gözəl. Uşaqlarla hazırlaşırdım və imtahanları verdiyimə görə artıq ikinci kursa daxil oldum birdən-birə hazırlıqdan. Və orada defilə oldu və 97-ci ildə ilk kolleksiyamı eləmişdim. Nə idi? Azərbaycan arxitekturası idi, Qız Qalası, Şirvanşahlar Sarayı, geyimlərdə köhnə şəkillər durur. Dururmu? Bəli, çox maraqlı idi və həyecanlı idi. İndi onlara baxanda bəli, korsetlər üzərində idi. Elə bir Qız Qalası idi burası. Aşağısı da dəniz idi. Boğazında da şərif yeridikcə yellənirdi, küləyi ifadə edirdi. Belə bir şey eləmişdi. Baxdıqca nə hisslər keçirdirsiniz? Görürəm ki, orada nüanslar var. Məsələn, indi eləsəydim başqa fərqli bir şey eləyərdim. Amma məncə ən dəyərlisidir o. Amma əl işi idi hamısı və həm də çox ilk çətin işiniz idi. idi və çox dəyərlidir. Nə qədər minuslar olsa da normalda, amma ilk işiniz idi, ən dəyərlisi. Amma məsələn, tutalım ki, belə bir maraqlı bir şey də bu yaxınlardan başımıza gəlib. 25 il bundan öncə bir müştərimiz var idi, gəlmişdi, hamilə idi o zamanlar. Və biz ona geyim hazırladıq. İndi hal-hazırda gəliblər. Həmin o hamilə olan oğlanın nişanıdır və onun gəlinlik paltarını eləyirik. Və çox möhtəşəm bir hissdir həqiqətən. Nə gözəl, həqiqətən nə gözəl, ən gözəl doğru hissdir. Mən özüm Zümrüd xanımı illər öncə təsarladığı üst geyimi var idi, paltolar. Çox trend olmuşdu, çox gözəl xatırlayıram. 7 il bundan öncə idi, səhv etmirəmsə, 2018-2017-ci illər idi. Çox sevmişdim. Yəni o sosial şəbəkə var idi, amma o dərəcədə də indiki kimi daha aktiv deyil idi həqiqətən. Çox sevərək mən onu almışdım. Heç sizi tanımırdım. Sonra bəli, ondan sonra mən sizin butikinizə gəldim, bir-birimizi yaxından tanıdıq. Daha davamı olsun. Çox sağ olun. Zümrüd xanım, moda çox dəyişkəndir. Siz trendləri istəyirsiniz, yoxsa Zümrüd xanımın öz dəstək xətti var? Deməli, moda belədir ki, əgər dayanırsansa düzdür, trenddən çıxırsan. Amma dayanmırsansa, modada belə bir şey var, sikliçnost deyirlər. Siklla gəlir hər şey. Yəni yeni bir şey heç kəs icad eləmir. Artıq hər şey icad olunub. Sən sadəcə onların içindən özünə uyğun olanı seçib, dəyişdirib, öz içindən keçirdib dünyaya göstərsən, belə deyək. Və mən də dayanmadan çalışdığıma görə, yəni o sikldan çıxmıram. Və moda necə inkişaf edir, izləməyə gərək yoxdur. Sən özün onu artıq hiss eləyirsən və yaradırsan. Məsələn, bizim 2025 olan kolleksiyamızda saçaqlar filan eləmişdim. Mən boho style eləmişdim. Milli ilə hamısını qarışdırmışdım. Və hələ də podiumlarda, yəni 26-cı ilin modasında da eyni şeylər təkrar olunacaqdı. Sadəcə olaraq 2000-ci illərə üst tuturuq, belə deyək. Siluetlər dəyişmir. Bəzi siluetlər dəbdə olur, bəzi siluetlər dəbdən çıxır, belə deyək. Məsələn, indi enli çiyinlər dəbdə olacaq 2000-ci illərdəki kimi. İndi də elədir. Və pisoçnetçisi deyirlər, qum saatı. Bəli. O da məsələn xanımlarımız bizim əsasən elə bir fiquradadılar. Qum saatı fiquru. Ona görə kolleksiyaları eləyəndə artıq ona üst tuturuq və moda hər zaman belə deyək, tarixlə ayaqlaşıb gedir. Məsələn, müharibə vaxtları bir şeylər dəbdə idi. Müharibə sonrası illəri başqa bir şeylər və moda da onlardan asılıdır, belə deyək. Məsələn, pandemiya dövründə hər kəs idman geyimi seçirdi, o üslub seçirdi, rahat şeylər. Ona görə enli
geyimlər, rahat geyimlər daha çox dəbdə idi. Amma indi hal-hazırda 2026-cı ildə daha korsetli, daha qadınsı geyimlər dəbdə Aha, nə olacaq, gözəl, bəli. ən sevdiyim. Yəni qadının gözəlliyini Həqiqətən, gözə o göstərən şeylər. Son illər artıq bu oversize Oversize-dan geyimlərdən, bezmişik, rahat bəli. geyimlər. Okey, rahat olmalıdır, amma qadınsı, qadının Olmalıdır, geyim düzdür. nə gözəl. Ona görə yəni modada bu sikl var. Və geri qayıdır məsələn beldən aşağı olan şalvarlar, amma onu indi hər adam geyinə həqiqətən. bilməyəcəkdir. Bəli. 2000-ci illərdə necə geyinirdik? Aşağıdan bəli. şalvar, köynəklər biraz Sevmirəm qısa. o stil Bilirsiniz olaraq. niyə? Çox- Çünki yaşımız keçir. Həqiqətən. Artıq siz Düzdür, məsələn düzdür. uşaqlarımız, evladlarımız o stildə geyinə biləcəkdir. Və trend o demək deyil ki, sən trendlə geyinsən dəbdə olacaqsan. Hər bir xanımın öz stili var və o stillə getməlidir. Mən belə düşünürəm. Bəli. Bu onun fərqi olacaqdır. Bədəni tanımalıdır, öz Bəli, stilini öz bilməlidir. rəngini seçib, öz fiqurasına uyğun geyim seçəndən sonra hər bir xanım gözəl göstərəcək. Əsas baxımlı olmaqdır. Əsas odur həqiqətən. Gündəlik həyatda da Düzdür, məsələn geyim qadının belə deyək, abu havasını, nastroyeniyasını düzəldir. çünki qadın da tiskına işləyir həqiqətən. Bəli. Ona görə artıq baxımlı olandan sonra, xanım özünə baxandan sonra nə geyinsə gözəl görünür. Sözsüz əsas aurasıdır. Bəli. Zümrüd xanım, və sizin özünüzün izlədiyi, sevərək illərlə dizayn kimdir? Yerli və ya xarici? Yerli İlhamlanıb dizaynerlərdən ilhamlanmaq, məsələn, həmkarlarıma baxıram, bəzi kolleksiyalar var ki, xoşuma gəlir. Amma ilhamlanmaq xarici dizaynerlərdən ilhamlanırıq. Çünki bizdə moda indi inkişaf edir. Bəli, Yəni ki, bəli, bu son ildən illərdə. sonra bəli, kimlərsə olacaq və insanların ağlında qalacaq və hansısa bir geyimlərindən yadda qalacaq. Amma belə xoşuma gələn dizaynerlərdən bəzi belə deyək, oxşarlıqlar var. Dior xoşuma gəlir. Düzdür, təzə kolleksiyaları yox, köhnə kolleksiyaları. Klassik, təzə çantalarda tutmuş geyimlərdə də çox dəyişikliklər olub. Amma Artıq bilirsiniz necə fast fashion deyə bir şey var və hər şeyə o belə deyək öz təsirini göstərir. Modada da, hər şeydə. Həqiqətən Və hər ona bir görə geyimlər o qədər tez istehsal olunur, tez dəbdən düşür filan. Amma məncə klassika hər zaman klassik olaraq Klassikadır, qalır və məncə mən də. də onun tərəfdarıyam. Məsələn, mənim yaratdığım kolleksiyalarda da mən sevirəm ki, bir geyimi məsələn bir dəfə, iki dəfə istifadə yox, hardasa 1 il, 2 il, 3 il geyinə biləsən. Mən bir şey xatırlayıram ki, sizinlə bir paltar tasarlamışdınız siz mənə. Mən onu xarici bir səhifədən götürmüşdüm. Siz göstərdiniz, siz ora özünüz dəsti xəttinizi qatdınız. Hal-hazırda mən eyni dizaynda olunmuş əlbisələr görürəm ki, özü yeni ilə yaxın bir Şuşadan bir gözəl ağ paltar. İndi də dəbdədir. Həqiqətən və mənim də qardırobumdadır o paltar və baxıram ki, biz bunu illər öncə sizinlə bir yerdə etmişdik, amma indi eyni dəbdədə. Bəzi geyimlərimiz dəbdə qalır. Düzdür, məsələn biz bazı bir kolleksiyamız var, hansı ki ildən ilə dəyişmir. Bəzi detalları dəyişirik. Məsələn biraz çiynini böyüdürük, biraz belini nazildirik filan. Amma onlar bazı bir kolleksiya olaraq qalır. Çünki insanlar alırlar və illərlə geyinirlər rahat şəkildə. Rahat. Nə parçası xarab olmur, nə modeli dəbdən düşmür. Çünki əsas keyfiyyət, məsələn, bəzən ola bilsin sizə də müştərilər sizə də deyə bilər ki, Zümrüd xanım, qiyməti uyğun olmayan müştərilər olur. Düzdür. Amma onu anlamaq lazımdır ki, onun əsas parçanın materialı. Bir dənə detalı vurğulamaq istəyirəm. Məsələn, bir kostyum alırsan, tam ki, pencək şalvar. Onu siz geyinirsiniz, tutalım ki, ildə 5 dəfə. Amma 5 yerə geyinə bilərsən. Məsələn, şəhərə və yaxud hansısa bir görüşə. Amma bizim kostyumlar elədir ki, siz onu gecə də istifadə edə bilərsiniz, aksesuar istifadə edərək. Gündüz də geyinə bilərsiniz. Hansısa bir şəhərə də istifadə edə bilərsiniz geyimə. Yəni fərqlidir və bir geyimə əgər artıq 20 dəfədən artıq geyinirsənsə bir ildə, artıq bu o deməkdir ki, o öz belə deyim, pulunu çıxardır. Həqiqətən. Həm də Yəni heç ona nə də çox olmur. üstünlük Qardıroba da verirəm, bəli. qoyursan, zamanla illər sonra istifadə etmək olur. Krep müharibə vaxtı icad olunub, istehsal olunub krep parçası. Və orada o vaxtlar, yəni insanların vəsaiti çox da güclü deyildi. Bəli, bəli. Ondan sonra artıq indiki zəmanədə çox funksional bir parçadır. Ona görə mən çox sevirəm krepi. Çox sevirsiniz. Zümrüd xanım, kreativ insanlarda tez-tez tükənmişliklər baş verir. Siz bu mərhələni yaşamısınızmı? Bəli, bütün dizaynerlər, rəssamlar və incəsənət adamları hamısı bunu yaşayır. Mən də yaşamışam.
Amma gərək belə deyək də, bir müddət istirahət eləməlisən və buraxmalısan mövzunu və birdən-birə özü gəlir. Müəyyən bir vaxtdan Bəli, sonra. düşünməyəsən gərək artıq bu Bir haqqda. il Yəni sakit mən qal. ən azından düsturum budur. Bir anlıq, yəni bir neçə zamanlıq buraxırsan, düşünmürsən bu haqqda və asta-asta başlayırsan hiss eləməyə. Məsələn, musiqi dinləyirsən, nəsə izləyirsən, film izləyirsən filan, artıq o İnsan mövzuya özünü dinləməyə Bəli. bacarmalıdır. Bəli, artıq özü gəlir onun. Çünki yorulur, Çünki olur ki, bədən məsələn, insan özü məcbur eləyirsən ki, nəsə icad eləyəsən belə deyək, amma mümkün deyil. O özü gəlməlidir. Bir görüntü kimi gəlir insana. Bu ay, gün, zaman çox olurmu yoxsa O fərqlidir. fərqlidir? Bir də məsələn, sərgi qabağı hər zaman belə bir stres yaşayırsan ki, məsələn, nəsə fikirləşsən, kolleksiya tutam ki, bizdə indi 45 dənə geyimdir. Məsələn, mən 12-ciyə qədər gəlmişik, düzdür, eskizlər var, 12-cidən o tərəfə getmir bu dəqiqə hazırda. Və mən Artıq çalışıram ki, yorulmusunuz. düşünməyim o barədə. Bəli, artıq ideya tükənir və çalışırsan ki, düşünməyəsən. Bir müddət sonra o enerji artıq gəlir, toplanır və başlayır özünü göstərməyə. Həqiqətən. Zümrüd xanım, bir dizayner üçün keyfiyyət anlayışı nə deməkdir? Parça, dikim, Deməli, geyimin əsas belə deyək, əsas tərəfi parçadır. 50% parçadır. Parça keyfiyyətli olmalıdır. Geri qalan 40% da tikişdir. Çünki o parçanı belə deyək, ortalığa çıxartmaq lazımdır, biçib tikmək lazımdır. Və əgər o keyfiyyətsiz olarsa, tikişləri əyri olarsa, gözəl görünməyəcək heç bir zaman. Bəli. Ən gözəl parça belə xarab olur. Məsələn, mən 26 il bundan öncə ilk 1-2 müştərimizdə məsələn onu yaşadım. Düzdür, bizdə akademiyada keçirlər parçanı necə, hansı parçadan nə tikmək olar, olmaz. Amma mən o zamanlar bilmirdim o qədər, kifayət qədər belə deyək, bu işi bilmirdim və məsələn ipəkdən korset tikməyə çalışdım və çox uğursuz alındı. Sürüşdüyünə görə. Sürüşür, bəli, əyilir, istəsən, istəməsən də əyilir. Və onu klevoya da otusturanda yapışqan parçaya o belə dımır-dımır qalır. Elə bir yağışın altından çıxıb elə bir şey. Amma hal-hazırda o üsulu da artıq məsələn 2025-ci il kolleksiyamızda biz ipəklərdən pencəklər tikmişik. bəli. Və ipəyi o pencəyə otusturmaq, o artıq belə deyək, o 25 il bəhrəsini göstərir. Bəhrəsidir, həm məsuliyyətli, həm də parçanın da Artıq önəmi. bilirəm nəyi necə eləmək lazımdır. Onu da Nə bilmirdim. gözəl. Zümrüd xanım, moda aləmində də bütün işlərdə olduğu kimi kopyalanmaq var. Moda aləmində də məncə bu normaldır, yetərincə də var. Sizin moda sektorunda qarşılaşdığınız hansı saxtakarlıqlarla qarşılaşmısınız və insanlara bunu necə anlayıblar? Bilirsiniz necə? Yəni yeni bir şey heç kəs icad eləməyibdi. Sadəcə biz baxırıq, ilhamlanırıq və öz belə deyək, dizaynlarımızı yaradırıq. Amma milli bazarda bunu görmək biraz ağır gəlir insana. Çünki məsələn mən də 6 il bundan öncə bir yeri dizaynerimiz var idi. Gördüm ki, geyimlər mənimlə birə-birdir. Amma düzdür, onunki aşağı keyfiyyətli idi və qiyməti daha ucuz idi. Amma məsələn tam ki bel rezinlərində ad familiya yazılmaq, onu belə şrifti belə məsələn milyon dənə şrift var. Onu belə eyni kopirovka eləmişdilər. Nə bilim, ətəklər, gündəlik geyimlər hamısını eyni. Yəni mən çəkinmədim, onunla ünsiyyətim var idi. Zəng elədim, dedim: "Ey gözəl xanım, siz niyə mənim dizaynlarımı götürürsüz? Xaricdə o qədər brend var. Götürün onlardan ilhamlanın. Axı bunları mən illərdir əmək verib belə deyək, bazılı bir kolleksiya çıxartmışam. Niyə eyni kopyasını eləyirsiniz? Biraz fərqli bir şey eləyin. Özünüzdən nəsə qatın." Xanım mənə dedi ki, siz mənim paxıllığımı çəkirsiniz. Dedim, axı sən kurs qutarıb gəlmisən. Yəni illərdir mənim kimi universitet, kurslar, nə qədər üzərində çalışmaq. Yəni mən niyə 25 paxıllığımı ildə artıq çəkəcəm? mən bu sektorda. Sadəcə olaraq yəni mən bunu çəkinmədim deməyə. Xanım sadəcə anlamadı, amma illər keçib artıq üzərində çalışıb və artıq öz dizaynlarını istehsal edir və bu çox xoşdur. Məncə də, amma Görmək bunu. müştəri bunu anlayır. Məncə müştəri də bunu bilirsiniz nədir? Keyfiyyət başqadır. Bizim müştəri belə deyək, müştərilərimiz də fərqlidir. Sözsüz. Onun öz müştərisi var, mənim öz müştərim var, amma sadəcə xoş deyildi. Və indi də bəzi brendlər var ki, nəsə istehsal edirəm, görürəm ki, eynisini eləyirlər, amma yenə də o dizaynı, o belə deyək, o naxışları, o parçanı verə bilmirlər. Alınmır. Çünki dəsti xətt var. Hər Bir də ki, model o qədərdir ki, yəni onlar onu eləyəcəklər. Mən sabah başqa bir şey istehsal eləyəcəm. Onlar mənim hansısa bir belə deyək, produkt götürə bilərlər, amma beynimi
Məncə də. istehsal eləyə bilməzlər. Məncə də. Ona görə heç də pis olmuram. Əksinə sevinirəm ki, Siz daha demək ki, irəli mən varam gedirsiniz. ki, bəli. Həqiqətən. Məncə də bu da çox gözəl bir göstərir. şeydir. Çox gözəl vurğuladınız ki, siz Düzdür. varsınız. Artıq öz imzanızı qoymusunuz. Ona görə pis olmuram o qədər də. Zümrüd xanım, sürətli moda bu yaradıcılığı, dizaynı öldürürmü, yoxsa daha geniş etaplara aparır daha? Sürətli şəkildə dəyərli bir produkt istehsal eləmək mümkünsüzdür, belə deyim. Məsələn, əvvəllər illərlə bir rəssam əsər çəkərdi. Məsələn, bir belə deyək, kolleksiyanı hazırlayıb, şəkilləri hazırlayıb, bir neçə vaxt 1 ilə, 2 ilə, 3 ilə belə deyək, выставка eləyə bilirdisə, əgər sərgi, indi ildə bir dənə sərgi eləyə bilir. Bu da artıq mədəniyyəti, o produktu öldürür. Belə deyək. Məsələn, mən şəxsən onun əleyhinəyəm. Fast fashion. Sürətli. Çünki sən çox istehsal edirsən və təbiəti də kirləndir. Dünyada ikinci yerdədir dəb ki, belə deyək, planeti çirkləndirir. Çünki o qədər atkılar olur ki, çox istehsalat olur və demək olar ki, onu az istifadə eləyib atırlar. Və tullantılar çoxalır və planetimiz nə qədər heyvanlar ona görə qırılır filan. Ona görə mən onun buna xeyri yoxdur. Onun tərəfdarı deyiləm və məsələn əvvəl bir şey vurğulayım. Məsələn, anamın gəlinlik geyimi var idi. Onun o qədər gözəl düymələri var ki, illər keçsə də düymələr xarab olmur. Amma indi düyməni 3 gün geyinsən, 4-cü gün sınır. Bəli. Çünki istehsalatda da artıq daha ucuz başa gəlsin deyə, daha belə deyək, bəlkə də orada bəzi qatqılı maddələr olur ki, ziyandır insan bədəninə. Parçalar da eyni. Amma artıq ona fikir verilmir bizdə. Artıq sadəcə baxırlar ki, geyim qəşəngdir, alırlar, geyinirlər. Və hər gün yeni bir geyim, hər gün yeni bir Daha çox geyim. markanı inkişaf elətdirirlər. Bəli, ona görə biraz çətindir. Mən hər zaman kolleksiya yaradarkən bunu düşünürəm. Məsələn, bir geyimi, elə bir geyimi istehsal etməyə çalışıram ki, onu həm gündüz, həm gecə geyinmək olsun. Kolleksiyalarımda bu özünü göstərir. Məsələn, özüm belə toya gedirəm, tutalım ki, düzdür, mənim əlimdədir hər şey. Çox geyim yarada bilərəm. Amma məsələn 3 il bundan qabaq tikdiyim geyimi rahat 5 il bundan qabaq geyinib gedirəm. Çünki həm dəbdədir, həm klassikdir, həm də yaraşır. Önəmli olan razmerlərimiz uyğun gəlsin artıq o geyimə. Əsas həm də aksesuarlarla onu. Bəli, fast fashion artıq belə deyək, geri planda qalır və artıq bir çox dizaynerlər ildə 2 kolleksiya buraxırlar. Bəli. Və daha əvvəllər dizaynerlər ildə bir kolleksiya buraxırdı. Miravoy dizaynerlərdən danışıram. Bu daha gözəldir. Sənin zamanın olur onun üzərində çalışmağa və daha dəyərli produkt yaradırsan. Və bu illərdə məsələn bəzi dizaynerlərin podiumlarda görürük ki, əl işi çox dəyərə minibdir. Əl işli geyimlər, belə deyək, vışıfqalı geyimlər, tikməli filan çox dəbdədir və o da zaman tələb eləyir. Daha ayaqqabılar belə Bəli, tasarlanır. ona görə artıq fast fashion get-gedə dəbdən düşür, belə deyək, daha çox daha üzərində çox çalışdığın geyimlər və gözəl parçalar dəbdə olacaqdır. Bu da sevindirir. Nə gözəl. Və resale'lar da var. Məsələn, belə bir tendensiya var. Second hand-lərdən geyimlər Avropada. Bu çox belə deyə inkişaf edib. Çantalar filan. Bəli. Mən də məsələn bir dəfə sevə-sevə aldım. Çünki artıq elə çanta istehsalda yoxdur. Və keyfiyyəti çox gözəldir. Dəmiri, aksesuarları çox belə gözəl işlənilib. Zümrüd xanım, brendiniz heç vaxt hansı dəyərdən vaz keçməməlidir? Keyfiyyətli geyim istehsalından. Çünki keyfiyyət ilk başda gəlir. Əgər sən bir geyimi alacaqsan, istifadə edəcəksən və xarab olacaqsa, sən artıq ikinci dəfə onu almayacaqsan. Çünki elə bir zəmanədir ki, biraz çətin qazanılır pul və onu gərək düşünüb istifadə edəsən. Bəli. Ona görə düşünürəm ki, illər keçsə də eyni müştərilər gəlirsə əgər, demək ki, biz o yolu tutub düzgün yürüyürük. Həm komfortu tapırlar. O da rahatçılıq da olmalıdır. Sizin müştəriyə qarşılamanız da önəmlidir. Düzdür. Həqiqətən. Bir də bir şey də var ki, məsələn, bizim müəllim o vaxt bizə deyirdi ki, əgər bir geyimi özün geyinməyəcəksənsə, onu məsələn satışdan söhbət gedir də. Əgər bunu sən geyinməyəcəksənsə, bunu sən çəkmə. Elə bir geyimlər yarat ki, onu sən özün istifadə eləyəsən. Doğrudan da məsələn kolleksiya yaratmamışdan öncə
Mən məsələn bəzi geyimləri özüm üçün tikirəm, baxıram ki, məsələn müştəriyə də deyirəm ki, burası belədir. Burada sən narahat ola bilərsən, burada xarab ola bilər, məsələn deyirəm. Artıq onların hamısını sınaqdan keçirdirik. Aha, nə gözəl. Birinci öz üzərinizdə. Birinci öz üzərimdə eləyirəm, Bu çox bəli. doğru, çox gözəl bir dəyərdir. Bu gün artıq Zümrüd xanımın ikinci butiki açılıbdır və mən istərdim bu haqqında danışasınız qısa. Butik və Kafe, kafedisi. bəli. Bu belə də bu konsepti mən Türkiyədə görmüşdüm. Open house var idi o vaxtlar. Orada gedirdin, məsələn, oturub kafedə kofe içib, şirniyyat yeyib, düşünə bilərdin ki, hansı geyim alasan və yaxud belə deyək, rahat olurdu onda. Və belə bir konsept istədik ki, burada da yaradaq ki, məsələn, müştərilər gəlir, bir də görsən yoldaşlarınla gəlir. Yoldaşları orada oturub kofe içərkən özləri rahat şəkildə bazarlıq eləyə bilərlər. Nə gözəl. Orada həm satış da sizin Bəli, yeni bu satışdır. butikinizdə, həm də sifariş də. Bəli, sifariş də götürürük və rahat kofe, çay filan belə. Nə gözəl. Müştərinin komfortunu da düşünürsünüz. Çox gözəl. Gənc Zümrüdə bu gün bir cümlə ilə, qısa bir sözlə nə demək istərdiniz? Demək istəyərdim ki, möhkəm ol, arzularına çatacaqsan. Nə gözəl. Biz də sizə arzu edirik ki, sağ daha olun. gözəl oğullarınız olsun. Azərbaycandan da kənarda daha gözəl bol uğurlarınız olsun. İnşallah. Mən sizə çox Biz də onun üçün təşəkkür edirəm. çalışırıq. Çox sağ olun, Bugün çox bizimlə bir maraqlı yerdə verilişi olduğunuza idi. görə çox xoş oldu. Təşəkkür edirəm. Bugün biz artıq növbəti podkastımızı yekunlaşdırırıq. Bugün Zümrüd Mirzəliyevanın hekayəsini dinlədik. Təşəkkür edirik.